Herkese salam. Bu dərsimizdə biz C dilində dəyişənlər mövzusunu danışacağıq. Dəyişənlər nədir? Qısa bir izah verim. Dəyişən bizim proqram yazarkən istifadə etdiyimiz dataların, məlumatların yaddaşda saxlanılması üçün istifadə olunan bir alətdir. Biz müəyyən bir məlumatı yadda saxlamaq istəyiriksə, onu müəyyən bir dəyişənə dəyər olaraq təyin etməliyik. Gəlin bunu daha yaxşı başa düşmək üçün nümunə üzərindən gedək. Məsələn, mən burada int age bərabərdir 23 yazmışam. Bu nə deməkdir? Mənim bir dəyişənim var, age. Bu onun adıdır. Int həmin o dəyişənin tipi, 23 isə onun dəyəridir. Mən bunu ekranda belə deyək, yazdırmaq istədikdə artıq burada da həmin dəyərləri görmüş oluram. Bir dəyər yaradarkən nə etməliyik? Dəyəri birinci yaradıb, daha sonra dəyişəni birinci yaradıb, daha sonra müəyyən bir dəyər təyin etmək mümkündür. Amma burada da bir şey nəzərdən çıxartmayın. Dəyişəni yaratmaqla ona dəyər təyin etmək ayrı anlayışlardır. Çünki biz burada dəyişəni yaradarkən fərz edin ki, boş bir qutu yaratmış oluruq. Boş bir qutu var, amma içində heç nə yoxdur. Amma mən gəlib artıq bu sətirdə A bərabərdir 20 dedikdə, həmin o boş qutunun içində hər hansı bir məlumatı artıq qoymuş oluram. Bizim burada int yazılanın tipdir, həmin o dəyişənin tipini göstərir. Yəni ki, o qutunun içində hansı növ məhsul var? Belə də başa düşə bilərsiniz. Bizim dəyişənimizə təyin etdiyimiz məlumatın hansı növdə olduğunu, hərfdirmi, rəqəmdirmi, rəqəmdirsə necə bir rəqəmdir? Bunun haqqında məlumat vermiş oluruq. Təbii ki, belə deyək, dəyişənimizi təkcə bu üsulla yaratmırıq. Burada gördüyünüz kimi yarada bilərik. Yəni həm dəyişəni təyin edib, həm də ona eyni zamanda qiymət də verə bilərik. Və yaxud da mənim int tipində bir çox dəyişənim var. Məsələn, A, B, C. Mən bunu ardıcıl şəkildə, yəni bu şəkildə də yarada bilirəm. Bu zaman da hər hansı bir problem yaranmır. Təbii ki, siz bunları ayrıca da yaza bilərsiniz bu şəkildə. Amma təbii ki, hamısının tipi eynidirsə, hamısını bir yerdə bu şəkildə təyin etmək daha məqsəd uyğun. Və həmçinin bunların hamısını siz burada qiymət təyin edə bilərsiniz. 10 bu şəkildə bir dənə tip yazıb, o tipdə olan bütün dəyişənlərinizi yarada bilərsiniz. Daha sonra gəlin biraz tiplərdən danışaq. Tip nədir? Mən burada əsasən 3 tip göstərmişəm. Daha sonra 4 tip deyək. Integer tipi nədir? Float nədir? Char nədir? Bir də bu char var, amma burada bir mötərizə işarəsi var. Bu nədir? Bunları izah edeyim. Int tipi dedikdə biz deyirik ki, mənim dəyişənimin dəyəri bir rəqəmdir, amma bu rəqəmlər tam rəqəmlərdir. Tam ədədlərdir. Yəni 10, 20, 30, 40, 50 ondalıq bir hissəsi yoxdur. Amma float weight hissəsində mən 65,75 yazmışam. Burada artıq belə deyək, rəqəmimiz tam ədəd deyil. Onun bir ondalıq hissəsi var. Və bu hissə varsa, biz bunu int tipində yarada bilmirik. Int tipi çünki bu nöqtədən sonrakı olan bu hissəni oxumur. Ona int tipinin qəbul etdiyi dəyərlər tam ədədlərdir. Float bu şəkildə kəsr ədədlərdə belə deyək, özündə saxlaya bilir. Char tipi dedikdə biz hər hansı bir simvolu belə deyək, dəyişənə təyin etmək istəyirik. Char bunun üçün istifadə olunur. Aşağıda da yenə char tipi yazmışam, amma burada adlandırmanın sonunda bu şəkildə bir mötərizə açıb bağlanılır. Bu nə deməkdir? Biz normal char yazdıqda tək bir simvol içərisində qeyd edə bilirik. Yəni mən bu şəkildə yazmağım düzgün deyil. Mən əgər bir cümlə yazıramsa, mətn yazıramsa, onu artıq bir massiv olaraq saxlayıram. Yəni belə başa düşün ki, bizim bir çox charlarımız var, hamısı yığılıb bir yerdə saxlanılır. Və bu da artıq bir massiv olmuş olur. Char tipində bir massiv yaratmış oluram. Çox qarmaqarışıq danışmaq da istəmirəm. Əsas olaraq siz belə deyək, dəyişən tipi nədir, onu başa düşün. Adlandırma nədir, dəyişən özü nədir, nə üçün istifadə olunur? Zaten internetdə girib dilində dəyişən formatları deyə araşdırsaz, ətraflı məlumatlar tapa bilərsiniz. Bundan əlavə biz dəyişən təyin edərkən onun adlandırmasını da fikir verməliyik. Məsələn, mən gəlib də
bu şəkildə bir şey yaza bilmərəm. Bu artıq bir dəyişən olmuş olmur, çünki bu cür bir adlandırma yoxdur. Mən bir dəyişən yaradarkən o dəyişən ya hərflə başlamalıdır, yaxud da altdan xətt ilə başlamalıdır. Mən gəlib harasına bu şəkildə rəqəm yazsam, bu problem yaratmayacaq. Və ya da belə deyək, sonunda rəqəm olsa bu problem yaratmayacaq. Əsas bunun ilk hissəsində altdan xətt və yaxud da hərflə başlamaq məsələsidir. Daha sonra bizim iki dəyişənimiz var deyək. Məsələn, A, bir ədəd daha. Bunlar arasında belə deyək, fərq var. Əvvəla, əgər hər iki dəyişənimin adı eynidirsə, mən təyin olunmuş, yaradılmış daha doğrusu belə deyək, yaradılmış bir dəyişəni ikinci dəfə yenidən yarada bilmərəm. Burada artıq proqram bizə bir xəta vermiş olacaq. Amma mən gəlib burada böyük A hərfi yazsam, artıq proqram bunu fərqli bir dəyişən olaraq qəbul edəcək. Çünki burada bizim verdiyimiz A kiçik adı, burada verdiyimiz A isə böyük adı. Yəni burada artıq böyük kiçik hərflərə qarşı da həssaslıq mövcuddur. Bu bizim dəyişənlərimizin adlandırılması ilə bağlı olan hissə idi. Daha sonra dəyişənləri yazdırarkən biz burada faiz D, faiz C və sair faiz S var. Bu tip yazılışlardan istifadə edirik. Bunlar da əsasən belə deyək, müəyyən formatda olan dəyərləri çap etdirmək üçün, mətn içərisində çap etdirmək üçün belə deyək, istifadə etdiyimiz anlayışlardır. Bunlar da təbii ki, siz də araşdırıb ətraflı şəkildə tapa bilərsiniz. Məsələn, mən burada faizdə yazmışam. Faizdə rəqəm tipində olan bir dəyəri yazdırmaq üçün istifadə olunur. Bundan təbii ki, fərqliləri də mövcuddur. Məsələn, faiz S deyək, müəyyən bir hərfi, cümləni, yəni string tipində olan müəyyən bir dəyəri yazdırmaq üçün istifadə olunur. Bunlar çoxdur. Ona görə internetdə də əlavə olaraq axtarıb öyrənə bilərsiniz. Bizim dəyərlərlə bağlı belə deyək, bilməli olduğumuz əsas şeylər bunlar idi. Növbəti dərslərdə görüşənədək hələlik və əgər müəyyən bir ola bilər suallarınız yaransın, suallarınızı da şərh bölməsində mütləq surətdə qeyd edin. Sağ olun.